Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində Nəzarət Saatı verilişi. Sizinlə mənəm Ləman Ələşrəf qızı. Bugün 55-ci verilişimizdir. Bilirsiniz ki, vaxtaşırı Nəzarət Saatı proqramında biz sizinlə görüşürük və bu xüsusilə bizim qaynar xəttimizə gələn şikayətlər əsasında formalaşır, yəni bu veriliş. Qaynar xəttimizi isti yadınıza salıram 070 394 11 11'dir. Bugün bizim qaynar xəttimizə yazan tamaşaçı hər halda çox maraqlı bir məsələdən bəhs edib. Əslində Azəri Mining Qrupun Göygöl Bələdiyyəsi ilə birləşib, deməli Göygöldə törətdiyi hadisələrlə bağlıdır. Mən buna hələ ki cinayətlər deməyəcəm, çünki iş yəqin ki sabah məhkəməyə daşına bilər, bilmirəm, hər halda bununla bağlı hüquq mühafizə orqanları məşğul ola bilər və onun adını da onlar deyərlər. Mən hadisələr deyəcəm, əziz tamaşaçılar. Söhbət nədən gedir? Deməli, Azərgold Qapalı Səhmdar Cəmiyyətinə aid olan Göygöl Tüllallar Daşkəsən Ağ Yoxuş mədən layihəsində fəaliyyət göstərir bu Azəri Mining Qrup MMC və bir də Aslanoğlu MMC var, hansı ki onun da başında dayanan adam Göygöl Bələdiyyəsinin sədridir. Onlar birlikdə, hər ikisi birləşərək Göygöl rayonu ərazisində ciddi ekoloji qanun pozuntusuna yol verirlər deyə şikayətçimiz yazır. Əziz tamaşaçılar, mən Göygöl üzərinə niyə fokuslanıram? Azərbaycanın cənnət güşələrindən biridir. Turizm məkanımızdır. Hər kəs istəyər ki, getsin yayda da, qışda da Göygölün o gözəl, füsunkar mənzərəsindən zövq alsın. Zaman, hər halda mən xatırlayıram bizim gəncliyimizdə biz Göygölə gedə bilmirdik. Bağlı, qapalı bir zonayı çevirmişlər. İndi şükür Allaha ki, gün işığına çıxıb və bu gün də orada cərəyan edən hadisələr bu baxımdan maraq doğurur. Ən azından dediyim kimi Azərbaycanın turizm bölgəsidir və orada baş verənlər də diqqətlə izlənilir. Deməli, nə baş verir orada? Məlum olur ki, Azəri Mining Qrup yazılanda mining yazılır. Mən istədim mining deyəm ki, orada 1001 oyunlar oynanılır. Amma mining deyilir, yazılsın, amma biz mining deyək. Azəri Mining Qrup Göygölün Tüllallar mədən sahəsində və ona yaxın ərazilərdə qanunsuz şəkildə kamp ərazisi salmaq məqsədi ilə sürüşməyə meyilli meşə massivini, dağ yamacını, deməli, ağır texnikalar vasitəsilə yarırlar. Hər halda gələn iddialarda belə deyilir. Həmçinin həmin kampa gedən yolun çəkilməsi məqsədi ilə də Zurnabad kəndi yaxınlığında yerləşən Çiçəkli Kiçik Su Elektrik Stansiyasının yerləşdiyi çayın yatağından qanunsuz olaraq çay materiallarının çıxarıldığı, bunun üçün də ağır texnikaların hərəkətini təmin etmək məqsədi ilə çay ətrafının hamarlanaraq təbii landşafın pozulduğu iddia edilir. İddialara görə Azəri Mining Qrupa məxsus olan texnikaların saxlanılmasına və təmirinə xidmət göstərilməsi üçün Aslanoğlu MMC-nin faktiki sahibi olduğu bildirilən Göygöl Şəhər Bələdiyyəsinin sədri Oqtay Mənsimov tərəfindən də Topal Həsənli Tüllallar avtomobil yolunun kənarında qanunsuz şəkildə dağ yamağıcı yarılaraq ərazi zəbt edilib. Yük avtomobilləri və xüsusi texnikaların təmiri məqsədi ilə çala qazılıb orada və həmin ərazidə müvafiq ixtisası olmayan şəxslər təmir işlərinə cəlb olunublar. Və bir faktı da xatırladır, deməli, şikayətçi bizə deyir ki, bunun nəticəsidir ki, bu ilin iyun ayının 21-də Azərgold Qapalı Səhmdar Cəmiyyətinə məxsus Ağ Yoxuş mədən layihəsində yükdaşıma xidməti göstərən Aslanoğlu MMC-nin 77 JF 799 dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb. Hər halda rejissorumuz versin bu qəzaya uğrayan avtomobilin görüntülərini. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Azərgold Qapalı Səhmdar Cəmiyyətinə məxsus təcili tibbi yardım avtomobili ilə
həmin şəxs xəstəxanaya çatdırılıb və o da deyilir ki, hadisə ilə bağlı nə məsul qurumlar, nə aidiyyatı şəxslər tərəfindən ictimaiyyətə hər hansı bir açıqlama da verilməyib və müxtəlif medialarda Azərgold Qapalı Səhmdar Cəmiyyətinin təhlükəsiz iş saatları reklam edilsə də, hadisələrin pərdə arxası tamamilə fərqlidir. Məlumatlarda qeyd olunur ki, Azərgold Qapalı Səhmdar Cəmiyyəti mədənlərində subkvadratçı qismində fəaliyyət göstərən Aslanoğlu MMC-də buna bənzər istehsalat və yol nəqliyyat hadisələri mütəmadi olaraq baş verir və bu hallar müxtəlif yollarla ört-basdır edilir. Bunun əsas səbəblərindən biri şirkətin faktiki sahibi olduğu iddia edilən Oqtay Mənsimovun təsirinin olmasıdır və hər halda şikayətçi bizə yazır ki, Oqtay Mənsimov müxtəlif məclislərdə şirkətin balansında olan yük avtomobillərinin bir hissəsinin dövlət vəzifəli şəxslərinə məxsus olduğunu bildirir. Bu səbəbdən də ona heç kimin müdaxilə edə bilməyəcəyini deyir. Yəni, mənim arxamda filan kəslər dayanıb, siz mənə heç nə də eləyə bilməzsiniz deyir. Və həmin iddialarda avtomobillərdən bəzilərinin Göygölün keçmiş icra başçısı Elvin Paşayeva, digərlərinin isə məhkəmə sistemində çalışan hakimlərə məxsus olduğu, həmçinin maşın parkında incəsənət nümayəndələrinə aid demək ki, nəqliyyat vasitələrinin də olduğu söylənilir. Mən bu yerdə deyim ki, yəni qaynar xəttimizə yazan şikayətçi öz anonimliyini qorumağı bizdən xahiş edib. Çünki bilirsiniz, bölgələrdə insanlar demirəm vas-vas olurlar, amma onların hər hansı bir formada cəzalanacağını bilirlər, ehtiyat edirlər və ona görə də onun anonimliyini mən şəxsən qoruyacağam. Amma mən bu nəzarət saatı verilişində baş verənlərlə bağlı və yaxud bu iddialarla bağlı danışmaq məcburiyyətindəyəm. Çünki jurnalistlərin borcu bu məsələləri işıqlandırmaqdır və bunun üçün bizə əlimizə əsas verən Prezident İlham Əliyevin həm də açıqlamalarıdır. Dəfələrlə bildirib ki, mən xəbərləri jurnalistlərdən alıram. İctimai nəzarətin vacibliyi haqqında dəfələrlə dövlət başçısının çıxışları olub və ona görə də bax, bu xəbərləri bizə hər halda bunu yazan şikayətçinin şikayətini təmin edirəm. Təbii ki, çalışacağım qarşı tərəfində mövqeyini öyrənim. Çünki buradakı iddialar hər halda onların da cavab vermək kimi, iddialara cavab vermək kimi bir borcu var. Bu da həm də bizim jurnalistlərin borcudur. Yəni, mən bu məsələdə qərəzli olmaq istəmirəm, dostlar. Deməli, Oqtay Mənsimov bu şəxsləri deyir, güya özünün əziz qardaşı adlandırır, onların adından sui-istifadə edir, onları manipulyasiya vasitəsinə çevirir və öz qanunsuz fəaliyyətlərini ört-bastır etmək məqsədi ilə hər halda onların nüfuzundan və vəzifə imkanlarından şəxsi maraqları naminə yararlanır. Və o özü bildirib ki, bəziləri müxtəlif layihələrdə işləmək üçün müxtəlif vasitələrə əl atmalı olur, pullar xərcləyir. Amma mən deyir, təşkil etdiyim qonaqlıqlarda bir toyuq və bir qaz hesabına müxtəlif iri layihələrin subkvadratçısı ola bilirəm. Yəni, fikirlər ona məxsus olduğu üçün bir toyuq və bir qaz məsələsini mən xüsusi vurğulayıram, əziz tamaşaçılar. Və o da bildirilir ki, Oqtay Mənsimovun fəaliyyəti yalnız Aslanoğlu MMC ilə məhdudlaşmır. İddialara görə Topal Həsənli kəndi ərazisində ona məxsus, qanunsuz fəaliyyət göstərən kömür istehsalı məntəqəsi də mövcuddur. Axşam saatlarında dövlət qeydiyyat nömrəsi, nişanı olmayan yük avtomobilləri ilə meşələrdən qanunsuz şəkildə odun materiallarının daşınaraq həmin məntəqəyə gətirildiyi bildirilir. Bu, yeri gəlmişkən mənim yaşadığım Oğuzda da baş verir. Yəni, dəfələrlə demişəm, bu Azərbaycanımızın gözəl təbiəti həm Oğuzda, həm Göygöldə. Mən baxıram gedəndə keçi saqqalına oxşuyur bizim o sıx, qalın meşələr. Təkətük ağaclar görürsən, nə olub, nə baş verib? Hansısa bir kömür biznesi ilə məşğul olanlar o odunları gecə ilə kəsirlər, yükləyirlər, aparırlar, kömürə çevirirlər. Bunların arasında o kömür mafiyası da var, amma sadə adamlar da var, çünki çörəyi ondan çıxanlar da. Hər halda bu da bir başqa mövzudur, əziz tamaşaçılar. Yəni, bu məsələlər təkcə Oğuzda yox, deməli Göygöldə də var. Və məlumatlarda daha sonra bildirilir ki, əziz tamaşaçılar, yəni Oqtay Mənsimovun bu fəaliyyətlərinə
dəstək verən şəxslərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin rəisi Cəlair Səmədovdur. Və o da iddia olunur ki, hazırda Azər Mining MMC tərəfindən dağ yamacının və çay hövzəsinin qanunsuz şəkildə istifadəsinə şərait yaradan şəxslərdən biri də məhz odur və o da iddia olunur ki, Oqtay Mənsimov Azər Mining MMC rəhbərliyi qarşısında Göygöl rayonu ərazisində ürəyiniz nə istəyirsə edin, onlar mənlikdir kimi ifadələr işlədir. Hər halda Gəncə Ekologiya İdarəsinin rəisi Azər Quliyev, Göygöl Ekologiya nümayəndəsi Qorxmaz və Vasif Qarayevlə də bu qanunsuzluğun içərisində olublar və yaxud varlar, hal-hazırda da vardılar. Və təəssüf edici məqam isə nədən ibarətdir? Ondan ibarətdir ki, Azərgold Qapalı Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi baş verən qanunsuzluqlara lazımi reaksiyanı vermirlər. Xəbərlərim yoxdur, inanmıram olmasın. Hər halda reaksiya yoxdur. Halbuki, dediyim kimi, ölkə prezidenti dəfələrlə öz çıxışında təbii sərvətlərin qorunmasının, meşə fondunun genişləndirilməsinin, ekoloji təhlükəsizliyin təmin edilməsinin dövlət siyasətinin əsas başlıca prioritetlərindən biri olduğunu dəfələrlə deyib, amma buna baxmayaraq, yuxarıda dediyimiz kimi bu adları çəkilən adamlar bu siyasətə zid gedirlər, qarşı çıxırlar və Göygöl rayonunda dediyim kimi belə bir ekoloji terrora səbəb olurlar. Və bu proseslərdə, əziz tamaşaçılar, hər halda iştirak edən şəxslərin mən adlarını çəkdim və bildirdim ki, bunlar Azər Mining Qrup və Aslanoğludur, hansı ki, deməli, onlarla bağlı məncə ölçülər götürülməlidir, amma götürülmür. Şikayətləri əlbəttə Laf TV-nin efirində, deməli, mən təbii ki, adı çəkilən şəxslərlə bağlı dostlar, onlardan birini, elə bələdiyyə sədrinin, o Aslanoğlu MMC-nin rəhbərinin istəyirəm yığam, prinsipcə verilişdən əvvəl yığdım, qaldırmadı, amma indi sizin də iştirakınızla bir yığaq, yəni bunu canlı-canlı, bayaq qaldırmadı, ola bilsin ki, mənim kimi sadə adamların telefonunu qaldırmır, mümkündür. Yəni, mənim telefon nömrəm. Salam əleykim. Əleykim salam. Mən üzr istəyirəm, bu Oqtay müəllimdir. Bəli. Oqtay müəllim, Laf TV-dən Ləman Ələşrəf qızıdır sizinlə danışan. Deməli, sizlə bağlı bir şikayət var. O şikayəti çəkirəm hazırda ki, Aslanoğlu MMC ilə Azər Mining Qrupun Göygöldə deməli törətdiyi hadisələrlə bağlıdır. Bizim bir qaynar xəttimiz var. Ora yazan şikayətçi bildirir ki, yəni siz sürüşməyə meyilli meşə massivində dağ yamacını yarmısınız, orada kamp salırsınız, çay yatağından qanunsuz çay materialları çıxarılır, eyni zamanda ağaclar kəsilir, orada kömür... Necə? Hamısı yalan söhbətlərdir. Mən tədbirdəyim, çıxım sizi yığım yarım saat. Aha, siz yalandır deyirsiniz, eləmi? Bəli, bəli, şəhərliyirlər. Aha, təşəkkür edirəm. Hər halda, yəni... Danışarıq. Aydındır, təşəkkür edirəm. Şikayət adım daxil olurdu. Bizim qaynar xəttimizə gələn şikayətdir. Mən qaynar xətt deməli xəttim var və bu nəzarət saatı verilişində biz tez-tez bu şikayətləri təmin edirik. Və ona görə də mən qərəzli olmaq istəmədim. Amma ən azı bir 3 cümlə ilə, yəni siz deyirsiniz ki, sizinlə bağlı iddialar yalandır deyirsiniz. Mən sizi yığacam, danışarıq dəqiq. Yaxşı. Aydındır, təşəkkür edirəm. Sağ olun. Oqtay Mənsimov idi, əziz tamaşaçılar. Hər halda mən qarşı tərəf olaraq onun mövqeyini öyrəndim. Bayaq qaldırmamışdı, indi qaldırdı. Mən düşündüm ki, bəlkə mənim telefonum el arasında deyildiyi kimi zerkalli nömrə deyil, amma yox, yəqin ki, insanlar haqqında çox da bədgüman olmayaq. Tədbirdəyəm deyir və dostlar, düşünürəm ki, qarşı tərəf olaraq onların da cavab haqqı olacaq. Hər halda mən bu məsələni ictimailəşdirirəm. Qarşı tərəf olaraq həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həm eyni zamanda Aslanoğlu şirkətinin, bəlkə də Azərgold MMC-yə tabi olan Azəri Mining şirkətinin də mövqeyini işıqlandırmağa hazırıq.
Qaynar xəttimiz 070 394 11 11-dir. Devizimiz isə dəyişməyib. Siz bizə bir dəfə zəng edirsiniz, biz 11 dəfə maraqlanırıq. Salamat qalın, görüşəcəyik.